Yığışın bu gün birlikdə Şəkiyə gedirik. Özü də qatarla. Yəqin bir çoxlarınız artıq bilir, Şəki qatarı gecə yola düşür və yatılı qatardır. Biz biletləri standart sinifdən almışdıq. Aşağı üçün 18 manat neçəsə qəpik, yuxarı üçün də 14 manat olmalı idi. Səhv eləmirəmsə, amma qeyd edeyim ki, bileti alanda aşağının 18 olduğu yazılmamışdı. Gecəni yarı rahat, yarı narahat keçirib səhər gözümüzü Şəkidə açdıq. Qatardan düşən kimi də birinci gördüyünüz elə taksi sürücüləri olacaq. Biz Karvansaraya gəlmək üçün 12 manat ödədik. Karvansarayın gözəlliyini şəkillərdən görmüşdüm, özünə isə vuruldum. O qədər gözəldir ki. Biz çox tez gəlib çatmışdıq deyə heç yer açılmamışdı. Ona görə elə biraz şəhəri gəzdik, daha sonra səhər yeməyi üçün yenidən Karvansaraya yollandıq. Burada set halında deyildi səhər yeməyi, tək-tək menyudan istədiklərimizi sifariş elədik. Bu masada gördüklərinizə 20 manat ödəmişdik. Həmçinin dadları da yaxşı idi. Mən xüsusilə pomidor yumurta və qaymağı çox bəyəndim. Otağa giriş saat 12-də olsa da sağ olsunlar, otaq boş idi deyə tez hazırladılar. Bu isə bizim qaldığımız otaqdır. 3 nəfər üçün bir gecəsi 50 manat idi. Otağı bəyəndim, yaxşı rahat otaq idi. Biraz otaqda istirahət elədikdən sonra düşdük Şəkinin canına. Mən Şəkiyə gəlməyi çoxdan istirdim. Hətta vision boarduma da yapışdırmışdım. Təbii ki, yollandığımız ilk yer Xan Sarayı oldu. Bir nüansı da qeyd edeyim ki, Bolt Şəkidə işləyir və o qədər rahat işləyir ki, taksilər cəmi 2-3 dəqiqə ərzində tapılır. Qiymətləri də çox münasibdir. Taksidən əlavə zaten hər yer bir-birinə yaxındır. Xan Sarayını gəzdikdən sonra isə artıq acımışdıq. Günorta özümüzü Qaqarinə çatdırdıq. Hamı kimi mən də internetdə görmüşdüm ki, pitisi ən bəyənilən yerlərdən biri Qaqarindir. Düzü soruşsaz yaxşı piti necə olur? Çox da bilmirəm, ancaq ümumilikdə dadını bəyəndim, qiyməti də 8 manat idi. Biz burada xidməti də çox bəyəndik. Pitimizi yeyib bitirdikdən sonra Kiş kəndinə yollandıq. Burada Alban məbədini ziyarət eləmək istirdik. Bilmirəm müqayisə eləmək nə qədər düzgün olar, ancaq mən Alban məbədini Şəki Xan Sarayından daha çox sevdim. Düşünürəm ki, buranın daha sehrli bir abu-havası var idi. Növbəti dayanacağımız isə miniatür muzeyi oldu. Mən deyərdim Şəki turunuza elə buradan başlayın. Şəki haqqında o qədər gözəl, detallı məlumatlar verirlər ki, adamın gəzdiyi yerlərin tarixini bilərək gəzməsi tamam başqa bir şeydir. Daha sonra elə gəzə-gəzə Xan məscidinə də yollandıq. Burada vuruldum. Çox huzurlu bir yerdir. Onu da qeyd edim ki, həm Şəki Xan Sarayı, həm Alban məbədi, həm də miniatür muzeyinin girişi 2 manat idi. Gördüyünüz bu kofeni isə elə Karvansaraydan almışdım. Balaca bir bar hissəsi var, dadlı kofələr hazırlayırlar. Axşam yeməyi üçün isə yollandıq Minaliyə. Burada çoxdan gəlmək istəyirdim. Yeməklərin dadı yaxşı olsa da servisi heç bəyənmədim. Daha doğrusu turistlərə və bizə göstərilən servis fərqini bəyənmədim. Bu isə növbəti gündür və getməzdən əvvəl Qaqarində son dəfə kababların dadına baxmaq istədik. Həmçinin sifarişlərimiz arasında qutab da var idi. Yeməklərin dadını çox bəyəndim. Xüsusilə kabablar çox ləzzətli idi. Təbii ki, Şəkidən qayıdırıqsa əliboş qayıtmaq olmazdı. Halva və bamiyə də aldıq. Şəkiyə vuruldum desəm az olar. Ürəyim hələ gəzib görə bilmədiyim yerlərin yanında qaldı. İnşallah o da növbəti dəfələrə.